اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Əhl-i Beytin günahsız və xətasız olmasını, yəni məsumluğunu isbat edən məşhur dəlillərdən biri də Səfinə, gəmi hədisidir. Hər bir hədisin və ya rəvayətin mətni və dəlaləti var. Dəlalət, yəni ifadə etdiyi məna. Həmçinin Səfinə hədisinin də. Gəlin əvvəlcə hədisin mətni ilə tanış olaq. Resul-u Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurur: Məsəlu əhli beyti, mənim əhli beytim, kəməsəli səfinəti Nuhin, Nuhun gəmisinə bənzəyər. Mən rakibəhə, kim o gəmiyə minsə, nəcə, nicat tapar. Və mən təxəlləfə anhə, kim o gəmidən ayrı düşsə, ayrılsa, qəriqə, qərq olar, batar və yaxud həlak olar. Bu Səfinə hədisini Əhl-i Sünnənin 6 böyük mühəddis, hədis alimi səhihliyini qəbul edibdir. Birincisi, Hakim Nişaburi Müstədrək kitabında deyib ki, hədis səhih, doğru hədisdir. İkinci, Məqrizi İmtəul Əsmə kitabında buyurur ki, hədis səhihul isnad, isnadı səhih olan hədislərdəndir. Üçüncü, Səxavi, Əhl-i Sünnə alimidir. Bu hədis barəsində belə deyir: Bə'duhə yuqavvi bə'zən. Səfinə hədisi bir neçə yolla varid olub, onlardan bəzisini gücləndirir. Yəni elmi kanallar müxtəlif olsa da, onlar bir-birinə qüvvət verir, gücləndirir, dəstəkləyir. وَلِذَٰلِكَ حَسَّنْتُهُ. Elə buna görə də mən bu hədisi həsən saydım. Həsən hərfi mənada yaxşı, yəni doğru, səhih bildim. Dördüncü, İbn Həcər Məkki, Əhl-i Sünnə alimidir. Səvaiqul Muhriqə kitabında Cəə turuq adid. Bu hədis müxtəlif yollarla gəlib. Yuqavvi bə'duhə bə'zən. Onlardan biri digərini gücləndirir. Bəzisi digərlərinə dəstək verir. Yəni bu alim də Səfinə hədisini doğru sayır. Beşinci, Məqbəli Ərvahun Nəvafix kitabında hədisi səhih bilib. Altıncı, Əhməd bin Zeyni Dehlani buyurur ki, Sahhə anhu. Nəbi Əkrəmdən belə bir hədis varid olub, səhihdir. Min turqin kəsirə. Çoxlu yollarla gəlibdir, varid olubdur, səhih hədislərdən biridir. Ki bu sözü Fəthul Mubin fi Fəzaili Xulefəy Raşidin kitabında deyibdir. 6 Əhl-i Sünnənin böyük alimi ki saydıq, Səfinə hədisinin səhihliyini qəbul ediblər. Bu hədisin mətni idi. İndi gəlirik dəlalətinə. Hədis hansı mənanı bizə çatdırır? Əhl-i Beytin Nuhun gəmisinə bənzədən Qur'an ayəsi ilə həkim sayılan peyğəmbərdir. Qur'an ayəsi buyurur, Resul-i Əkrəm hikmət sahibidir. Ali-İmran 164-cü ayə. Laqad mannallahu alal mu'minin iz ba'asa fihim rasulan min anfusihim. Allahu Teala möminlərə minnət qoyubdur. Niyə? Onların özlərindən onlara peyğəmbər, Rəsul göndərdiyi üçün. Necə bir Rəsuldur, necə bir peyğəmbərdir?
yatlu aleyhim ayatihi. Onlara ilahi ayələri tilavət eləyər. Və yuzakkihim, və onları paçlaşdırar. Arxasıca buyurur ki, Rəbbimiz, və yuallimuhumul kitabə vəl hikmətə. Onlara kitabı və hikməti təlim edər, öyrədər. Əgər bir şəxs hikməti öyrədirsə, deməli həkimdir. Həkim, hikmət eyni sözdür. Həkim hikmətli olan öyrədəcəyi də hikmətdir. Quran nəssinə əsasən hikmət sahibi olan Peyğəmbər Əhl-i Beytini Nuhun gəmisinə bənzədir. Deməli, bu bənzətmənin də özündə dərin hikmətlər yatır. Nuhun gəmisi necə idi? Hansı xüsusiyyətləri var idi? O bənzətmənin tam dərinliyinə varmaqda ağıllar acizdir. Amma alimlər nə qədər varıblarsa, bir o qədər heyrətdə qalıblar. Təəccübləniblər. Əhl-i Beytin məqamı necə də dərinmiş, necə də aliymiş. Səfinə hədisində Peyğəmbərimiz Əhl-i Beytin deyə buyurdu. Mənim Əhl-i Beytim Nuhun gəmisinə bənzəyir. Əhl-i Beytin dedi. Sanki bu hədis Əhzab surəsi 33-cü ayə ki, Təthir ayəsi. O ayənin müfəssiridir, təfsir edənidir, açıqlayanıdır. Allah-u Teala Əhzab surəsində 33-cü ayədə, yəni Təthir ayəsində nə buyurur? İnnəmə yuridullah liyuzhibə ankumur ritsə əhləl beyt. Yalnız Allah iradə edir ki, siz Əhl-i Beytdən hər növ çirkinliyi aradan aparsın və sizi pak və pakizə qərar versin. Bax, bu ayədə Əhləl Beyt, Əhl-i Beyt kəlməsi işlənir. Səfinə hədisində də Peyğəmbərimiz mənim Əhl-i Beytim deyir. Deyə bilər də mənim itrətim. İtrət sözünü istifadə eləmədi. Mənim Əhl-i Beytim. O Səfinə hədisində olan Əhl-i Beyt, o hədisin özü bu ayənin müfəssiridir, təfsir edənidir. Yəni o şəxslər ki, Allah-u Teala tərəfindən paklanıblar, onların yanında kim yer alsa, nicat tapar. Kim onlardan ayrılsa, qərq olar. Yaxşı, daha da dərinliyə varmağımız lazımdır. Mənim Əhl-i Beytim Nuhun gəmisinə bənzəyir. Peyğəmbər Əhl-i Beytini Nuhun gəmisinə bənzədir. Gəmi haqqında məlumatımız olsa, o zaman həmin o məlumatı köçürərik Əhl-i Beytə, görərik ki, necə bir məqamdadılar. Nuhun gəmisi haqqında məlumat əldə etmək üçün müraciət olunan yerlərdən biri tarixdir. İslam tarixinə baxanda o gəmi haqqında məlumat əldə etmək olar. Amma birinci biz Quran-ı Kərimə baxarıq. Quran-ı Kərimdə görək o gəmi haqqında nə deyilibdir. Əraf 64-cü ayə. Allah-u Teala buyurur: Fəkəzzəbuhu. Onlar Nuhu təkzib etdilər. Fəəncəynəhu. Biz Nuha nicat verdik. Vəlləzinə mə'əhu fil fulki. Və bir də o kəslərə ki, gəmidə Nuhla birlikdə idilər. Qalanları qərq oldu. Təksib edənlər qərq oldular. Amma Həzrət-i Nuh və gəmidə onunla birlikdə olanlar nicat tapdılar. Allah-u Teala sonunda buyurur: وَأَغْرَقْنَا Biz qərq etdik. Kəzzəbu bi ayətinə. Ayələrimizi təksib edənləri. Görürsünüz, ayədə də əncayna, nicat sözü deməkdir. Axırda da əğrəqnə, qərq etdi. Nicat verdiyi gəmidə olanlara, amma ondan ayrı düşənləri qərq etdi. Resul-i Əkrəm də səfinədə nə buyurur? Kim Əhl-i Beytimlə birlikdə olsa nicat tapıb, kim ayrılsa qərq olar. Yaxşı, bu ayədə biz gəmi haqqında nəyi öyrənirik? Biz görürük ki, gəminin varlığı insanlar üçün iki aqibət təyin edir. Bir, nicat tapmaq.
İkinci də qərq olmaq. Gəmidəsənsə, aqibətin nicatdır. Gəmidə deyilsənsə, aqibətin qərq olmaqdır. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyər. Deməli, əhl-i beytlə bir yerdəsənsə, nicatdır aqibətin. Əks halda aqibətin pisdir. Batmaqdır, qərq olmaqdır, həlak olmaqdır. Həzrət Nuh əleyhissalam Qur'an ayəsinə əsasən Ənkəbut surəsi 14-cü ayə 950 il təbliğ elədi. 950 il. Ömrü isə məşhur hədislərə əsasən 2500 ildir. Fələbisə fihim əlfə sənətin illə 50 əmmən. Allah-u Teala buyurur, onların arasında 950 il qaldı, təbliğ elədi. Amma Həzrət Nuh'a çoxlu əziyyətlər etdilər, işgəncələr etdilər. Bu barədə rəvayətlər də gəlibdir. 950 il təbliğatı müqabilində çox az adam Həzrətə iman gətirmişdi. Lakin Allah-u Teala buyurur Həzrət Nuh'a: "Fələ təbtəiz, kədərlənmə, bimə kənu yef'alun." Onların etdiklərinə görə. Qəm qüssə yemə. Bəs neyinə ginən? Rəbbimiz buyurur Hud 37-ci ayədə. Diqqət edin. "Vasna'il fulkə." Gəmini düzəlt. Aha. Əmir Allah-u Teala'dandır. Düzəlt. Kimə əmr olunur? Həzrət Nuh'a. Nəyi düzəlt? Gəmini. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyir. Bu o deməkdir ki, necə ki ilahi əmrə əsasən gəmini Həzrət Nuh düzəltdi ki, əmr ona idi. Əhl-i beyt də Nuhun gəmisinə bənzədiyi üçün, deməli Allah-u Teala'nın əmri ilə Xatamül Ənbiya da əhl-i beyti düzəltməlidir. Biz özümüzdən deyə bilmərik filan kəs də əhl-i beytdəndir. Allahın əmri ilə əbanın altına kimlər daxil olacaq, o ilahi əmrlə Peyğəmbər onu düzəltməlidir. Nuhdan başqası gəmini düzəldə bilmədiyi kimi əhl-i beytin də təlim və tərbiyəçisi Xatəmdən başqası ola bilməz. İndi davamına baxın, çox heyrətamizdir. Bir yerdə deyandıq, "Vasna'il fulkə", gəmini düzəlt. Necə düzəlt? Arxasıca Rəbbimiz buyurur, "Bi'əyuninə və vahyinə." Bizim nəzarətimizlə, göstərişimizlə və bizim vəhyimizlə gəmini düzəlt. Aha, mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyir. Necə ki Nuhun gəmisi ilahi vəhy ilə, ilahi nəzarətlə düzəlib, eynən Xatamül Ənbiyanın əhl-i beyti də ilahi vəhy, ilahi göstəriş əsasında Xatəmin əbasının altında toplaşırlar. Bax, yəni bu səfinədən bilmədiyimiz başqa nələr var? Bu hədis məsumun ki, əhl-i beytin məsumluğunu isbat edir. Bir şəxsin məsum olmağı üçün iki mövzu kifayət eləyər. Biri vəhyullah, biri də eynullah. İlahi vəhy və ilahi göstəriş. Nuh'a ki Allah-u Teala buyurur, gəmini düzət, bi'əyuninə və vahyinə, bizim göstərişimizlə və vəhyimizlə, o gəminin qurulmasında ilahi vəhy və ilahi göstəriş var. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzər. Deməli, əhl-i beytdə də ilahi vəhy var, ilahi göstəriş var. Bu ikisi kifayət eləyər ki, əhl-i beyt məsumdur. Günahsızdır, xətasızdır, həm əməldə və həmçinin zehnən belə günahı düşüncələrindən keçirtməzlər. Zehinlərindən keçirtməzlər. Və burada bir məqam var ki, Nuhun gəmisini düzəldən Nuh peyğəmbəridir. Amma əhl-i beyti düzəldən, bir araya gətirən Xatamül Ənbiyadır ki, Həzrət Nuhdan da üstündür. Yaxşı, ayənin arxasına baxaq.
Allah-u Teala buyurur ki: "Ey Nuh, və la tuxatibni fillezine zalamu." O zulümkarlar haqqında mənimlə danışma. Ki deyərsən ki, ilahi nicat ver. Mənimlə o barədə danışma. Niyə? İnnehum muğraqun. Qərq sözüdür. Muğraq eyni qəriqə feili. İnnehum, həqiqətən onlar ki, sənin gəmindən ayrı düşüblər. Hətta oğlu da ayrı düşmüşdü də. Dedi, ilahi, bu mənim oğlumdur. Allah-u Teala nida gəldi ki, o sənin əhlindən deyil. Çünki o əməl salih deyil. Zalimdir da. Zalimlər haqqında mənə xitab etmə. İnnehum, onların hamısı muğraqun, qərq olacaqlar, batacaqlar. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyər. O gəmidən ayrı düşən, Qur'an ayəsini əsasən muğraqdirsə, batandırsa, əhl-i beytdən ayrı düşən də batandır. Əhl-i beytdən ayrılanları da şəfaət, vasitəçilik gözləmir. Qəriqə, həlak olacaqlar, məhv olacaqlar. Yaxşı, başqa nə xüsusiyyəti var gəminin? Gəlirik gəminin başqa bir xüsusiyyətinə. Diqqət eləyin. Hud surəsi 41-ci ayə. Gəminin hərəkət və dayanmasına işarə edir. Amma necə? Qalə irqəbu fiyhə. Dedi ki, minin gəmiyə. Bismillahi məcrahə və mursəhə. Ki, o gəminin hərəkəti və sükunəti Allahın adıyladır. Aha. Gəmi hərəkət eləyir Bismillahla. Dayanır Bismillahla. Bismillah gəminin sükunət və hərəkətinin açarıdır. Tamam feillər, əməllər ismi Xudanın altındadır. Allahın adıyla baş verir. Aha. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyir. Necə ki, Nuhun gəmisinin hərəkəti, sükunəti Allahın adı ilə idi, eynən Peyğəmbər əhl-i beytinin də hərəkət və sükunət davranışları Allahın adı ilə olar. Əgər gəminin sükunət və hərəkəti Allahın adı ilə idisə, Allahın adı ilə olursa, o gəmi heç zaman batmaz. Nə qədər tufan dərya qalxsa da, tufan baş versə də, gəmi öz yerində hərəkət eləyir. Gəmi öz ismətini saxlayır. Hərəkətində xətaya yol vermir. Dərya dağlar qədər qalxsa da gəmini batıra bilmir. Çünki gəmi ismət sahibidir. Niyə? Onun hərəkət və sükunəti Allahın adı ilədir. Mənim əhl-i beytim Nuhun gəmisinə bənzəyir. Əhl-i beytin də hərəkət və sükunəti Allahın adı ilədir. Deməklə ki, niyə Əleyhisselam sükut elədi? Axı onun sükunəti Bismillah, Allahın adı ilədir. Deməklə niyə İmam Hüseyin hərəkət elədi Kərbəlayı? O da Allahın adı ilədir. Resul-i Əkləmin Səfinə hədisindən bütün bunları əldə eləyirik. Elə ona görə də Əleyhisselam Yadullahdır. Elə ona görə də Əleyhisselam Lisanullahdır. Allahın danışan dilidir. Elə ona görə də İmam Hüseyin Əleyhisselam Sarəllahdır. Allah-u Teala bizləri Seyyid-i Şühədaya xatir Əhl-i Beytin gəmisində olanlardan qərar versin. Amin.